Salam hörmətli izləyicilər, ucuz bağ evi, yəni sərfəli qiymətə Vişnyovkadayıq, həmişəki kimi Sabunçu Vişnyovkasında. Yəni Bilgəhə yaxın olan tərəf. O tərəf yox ha, yəni Ayda Parkın yanı yox. Sabunçu Vişnyovkası, Alballı. Gəl. Bax belə bir evdir. Elə 2 mərtəbədir, üstü mansard tiplidir, fikir verirsiniz. Deməli sənəddə 3 sota yaxındır. Belə deyək də 3 sotdur. Əlavə yarım sotda arxasında torpaq sahəsi var. İndi oranı da çəkib görəcəm. Bax belə bir heyəti var, meyvə ağacları var. Sadala görə hansı meyvələr var? Armud, gilas, qaysı, alma, əzgil, alça, görün nə qədər meyvə ağacları. Hörmətli izləyicilər, heyətdə özünün ayrıca sanuzeli var. Gəl. Qiymət münasib 98.000 manata deyir. Evin də, torpağın da sənədi mövcuddur. Yəni paket kupçadır. Həyətində balaca şəlalə də düzəldib. Bax burada solda manqalı da var. Burada su anbarıdır yerin altında. Evin bax o hissəsidir, yəni ayaq yolunun üstündə orada da baklar var. Ümumi 7 ton eləyir. Tam ətraflı hissəçə gibi. Bax, deməli evimiz xudmanı evdir. Bəri başdan deyirəm. Yəni yormayın bizi. 100 kvadrata yaxındır, altı üstü yəni. Amma bax bu hissədə əlavə ev sahibi nə tikib? 40 kvadrat ikisi, 20 kvadrat bura, 20 kvadrat da ora. Buyur keç. Deməli, bura mətbəxidir, fikir verdiniz. 20 kvadrat oradır, 20 kvadrat əlavədir. Yəni ora 100 kvadrat, burada 40 kvadrat, 140 kvadrat hamısı bir yerdə. Burada da bax belə bir otaq tikibdir. Tam şəraitdir. Evin arxasında da bax dediyim yer var artıq. Bax buradadır. Orada da bax özü düzəldib ev sahibi. Yəni yaxınlaşdıracağam. Yaxşı, gedək. Bax belə bir şəlaləsi də var. Fikir verirsiniz. Ayaq yalın çıxdıq. 98.000 cüzi endirim olacaq hörmətli izləyicilər. Cüzi endirim. Çox güclü endirim gözləməyin ha. Gəl. Qızıl güllər əkilib. Yəni bu əlavədir. 40 kvadrat burada varımızdır. Bura bax, bu İran peçi ilə istədilir. Çıxdıq mətbəxə. İndi də evi sizə çəkim görsədim. Yəni 3 sota yaxın